Salam, mən Daşqın Adgözalov. Bugün sizə investisiyanın idarə edilməsi fənnindən daşınmaz əmlaka və tikintiyə investisiya mövzusunu izah edəcəyim. Mövzumuz 6 sualdan ibarətdir. İlk olaraq daşınmaz əmlak anlayışı, daşınmaz əmlakın torpaqla əlaqəli fiziki xüsusiyyətləri, daşınmaz əmlakın investisiya quruluşunun spesifik xüsusiyyətləri, daşınmaz əmlakdan gəlir, cari renta gəliri, satışdan əldə edilən gəlir, daşınmaz əmlakın maliyyələşdirilməsi prosesi, əsaslı tikintinin əsas iqtisadi göstəriciləri. İqtisadi ədəbiyyatlarda daşınmaz əmlak anlayışına müxtəlif yanaşmalar mövcuddur. Bu, onun material əşya məzmunu, iqtisadi məzmunu, eləcə də hüquqi təyinatı ilə əlaqədardır. Material əşya baxımından daşınmaz əmlak, torpaq və onunla bağlı fiziki həcmlərdir. Torpaq anlayışı yalnız onun fiziki sahəsini yox, eləcə də təbii mövcud olan meşə, su və sairəni əhatə edir. Torpaq mülkiyyəti eyni zamanda faydalı qazıntıları və hava məkanını da özündə birləşdirir. Daşınmaz əmlak anlayışı torpaq anlayışından daha geniş olub, insan əli ilə onun üzərində yaradılmış bina, küçək, körpü və digər obyektləri özündə birləşdirir. Daşınmaz mülkiyyət isə daha geniş anlayışdır. Mülkiyyəti olan hüquq paketini əhatə edir. Beləliklə, daşınmaz əmlak kompleks material obyekt olub, torpaq sahəsi, onun altı və üstü, eləcə də onunla möhkəm bağlanmış bina və qurğuları özündə birləşdirir. Tarixən daşınmaz əmlaka istehsal amili kimi baxılmış və bu mənada ancaq istehlak qiymətlisi kimi xarakterizə edilmişdir. Bununla belə, daşınmaz əmlaka həm uzunmüddətli istehlak məhsulu, həm də investisiya xarakterli məhsul kimi baxılmalıdır. Əgər daşınmaz əmlaka iqtisadi aktiv kimi baxılarsa, o zaman onun maddi aktivlər sirrinə aid etmək olar. Daşınmaz əmlak bir sıra spesifik xüsusiyyətlərə malikdir ki, investorlar bunları bilməlidir. İlk öncə, daşınmaz əmlakın baza xüsusiyyəti, yəni onun material əşya məzmunundan irəli gəlir bu xüsusiyyət. İkinci, daşınmaz əmlakın əmtəə olması xüsusiyyəti. Üçüncü, daşınmaz əmlakın təşkilati hüquqi xarakteri. Dördüncü, daşınmaz əmlakın investisiya xarakterli olması. Daşınmaz əmlakın hər hansı obyekti ona məxsus fiziki xüsusiyyətlərə malikdir ki, bu da ilk növbədə onun torpaqla əlaqəli olması ilə bağlıdır. Bunlardan aşağıdakıları qeyd etmək olar. Birinci, əmlakın mobil olması. Əmlak fiziki olaraq daşınmaz hesab olunur. Bu, həmin əmlakın konkret olaraq torpağa bağlılığı, yerüstü işlərlə bağlıdır. Aydındır ki, torpaq kütləsi və ya onun bir hissəsi bir yerdən başqa yerə aparıla bilinər. Ancaq ərazinin coğrafi yerləşməsi baxımından o heç vaxt yer dəyişən deyil, o əbədi olaraq qalasıdır. İkinci, əmlakın unikal olması. Hər bir obyekt daşınmaz əmlak olmaqla unikal, təkrar olunmazdır. Yer üzərində iki eyni torpaq sahəsi olmadığı kimi, eyni tam oxşar binalar da yoxdur. Üçüncü, əmlakın nisbi çatışmamazlığı. Torpaq sahələri məhdud olmaqla əhalinin artım tempi ilə uzlaşmır. Odur ki, yer kürəsində insanların tələblərini ödəməyə
torpaq kifayət etmir. Bina və qurğuların yaradılması və xidmət müddəti kifayət qədər uzundur. Məlumdur ki, obyektlərin tikinti müddəti adətən 1 ildən yuxarı, xidmət müddəti isə 10 illiklərlə ölçülür. Torpağın daimiliyi. Torpaq üzərində yaradılmış bina və qurğuların xidmət müddəti 10 illiklərlə ölçülürsə, daşınmaz əmlakın əsas komponenti olan torpağın qiyməti yoxdur. Odur ki, torpaq xidmət müddəti ilə məhdudlaşmır və ona amortizasiya ayırmaları hesablanmır. Daşınmaz əmlakın fiziki xüsusiyyətləri onun təbiətindən və maddi mahiyyətindən irəli gəlir. Bu xüsusiyyətlər əmlakın iqtisadi və hüquqi dövriyyədə necə iştirak edəcəyinə, dəyərinin necə formalaşacağına və ondan istifadə imkanlarına birbaşa təsir göstərir. Ən əsas xüsusiyyətlərindən biri onun hərəkətsizliyidir. Torpaq və onun üzərində yerləşən tikililər bir yerdən başqa yerə daşına bilmir. Bu daşınmaz əmlakı digər əmlak növlərindən fərqləndirir və hüquqi münasibətlərdə xüsusi qaydaların tətbiq olunmasına səbəb olur. Digər mühüm cəhət onun unikallığıdır. Hər bir daşınmaz obyekt yalnız özünə məxsus koordinatlara, yerləşmə şəraitinə, relyefə, iqlim faktorlarına və ətraf mühitlə əlaqəyə malikdir. Eyni ölçüdə və oxşar tikiliyə malik iki əmlak belə yerləşdiyi yerin xüsusiyyətlərinə görə tamamilə fərqli dəyərə sahib ola bilər. Daşınmaz əmlakın uzunömürlüyü və davamlılığı. Bu da mühüm xüsusiyyətlərdən biridir. Torpaq degradasiya və çirklənməyə istisna olmaqla məhv olur. Tikililər isə uzun illər istifadə oluna bilir. Bu xüsusiyyətlər investisiya baxımından daşınmaz əmlakı daha sabit və etibarlı edir. Əlavə olaraq, daşınmaz əmlakın məhdudluğu da nəzərə alınmalıdır. Torpaq sahələrinin miqdarı genişlənmir, mövcud sahələr isə yalnız müəyyən məqsədlər üçün istifadə oluna bilər. Bu xüsusilə sıx olan şəhərlərdə əmlakın dəyərini artıran əsas amillərdən biridir. Həmçinin daşınmaz əmlakın ekoloji və sosial mühitlə əlaqəliliyi də vardır. Məsələn, bir əmlakın dəyəri və funksionallığı yaxınlıqda olan infrastrukturdan, nəqliyyat əlaqələrindən, ictimai obyektlərdən və təbii şəraitdən asılıdır. Məlum olduğu kimi, daşınmaz əmlak üçün investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə qoyuluşlarla müqayisədə daha aşağı likvidliyə malikdir. Bu da daşınmaz əmlakın uzunmüddətli xidməti ilə əlaqəlidir. Elə bu səbəbdən də daşınmaz əmlakın bazarda alqı-satqısı nisbətən çətin prosesdir. Daşınmaz əmlaka investisiya qoyuluşları digər maliyyə aktivləri ilə müqayisədə daha riskli və qeyri-müəyyən hesab edilir. Belə ki, daşınmaz əmlaka investisiya qoymazdan əvvəl həmin obyektin və onu əhatə edən ərazinin inspeksiyası nəzərdən keçirilməlidir. Daşınmaz əmlaka kapital qoyuluşunun qeyri-müəyyənliyi dedikdə vəsaitin geri qayıtma müddətinin uzun olması ilə əlaqəlidir. Daşınmaz əmlaka investisiya qoyuluşu bəzi spesifik xüsusiyyətlərə malikdir ki, onlardan da aşağıdakıları daha xarakterik hesab olunur. Birinci, menecment xidməti səviyyəsi. Qiymətli kağızlarla müqayisədə daşınmaz əmlaka investisiya qoyuluşunun gəlirliliyi daha çox və bilavasitə əmlakın səmərəliliyi hərəkətindən asılıdır. İkinci, inflyasiyaya qarşı yüksək dayanıqlı olması. Hesab edilir ki, daşınmaz əmlaka vəsait qoyuluşu investisiya portfelinin diversifikasiyası üçün, eləcə də gəlir götürülməsində və riskdən qorunmaqda daha faydalı hesab olunur. Üçüncü, daşınmaz əmlak sahibləri digər maliyyə aktivləri sahibləri ilə müqayisədə stabil gəlir axınına malikdirlər. 4. Qiymət sabiti. Daşınmaz əmlaka investisiya qoyuluşu, qiymətli kağızlar və digər maliyyə aktivləri sahibləri ilə müqayisədə stabil gəlir axınına malikdirlər. 5. Qiymət sabiti. Daşınmaz əmlaka investisiya qoyuluşu, qiymətli kağızlar və digər maliyyə aktivləri sahibləri ilə müqayisədə stabil gəlir axınına malikdirlər.
İnvestisiya qoyuluşunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, bu fəaliyyət hazırki dövrdə sərf olunan resursların gələcəkdə daha böyük dəyər yaratmaq məqsədinə xidmət etməsidir. Burada əsas məqam odur ki, investisiya prosesinin nəticələri dərhal görünmür. Müəyyən vaxt keçdikcə iqtisadi, maliyyə və sosial baxımdan özünü göstərir. Qoyulan vəsaitlər, resurslar və ya texnologiyalar uzunmüddətli dövrdə istehsal gücünü artırır, məhsuldarlığı yüksəldir və ümumi iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır. Bu xüsusiyyətlər həmçinin kapitalın müəyyən müddət ərazidə istifadəsi üçün əlçatan olmaması ilə bağlıdır. Yəni, investisiya üçün ayrılan vəsait birbaşa istehlaka yönəldilmir. Əksinə, uzun müddət bağlı qalır və yalnız layihə başa çatdıqdan, işə düşdükdən və bazarda öz yerini tapdıqdan sonra gəlir gətirməyə başlayır. Bu baxımdan investisiya fəaliyyəti həmişə risk və qeyri-müəyyənliklə müşahidə olunur. Çox gələcək, iqtisadi şərait, bazar tələbi, texnoloji dəyişiklik və siyasi faktorlar investisiyanın real nəticəsini dəyişdirə bilər. Eyni zamanda investisiya qoyuluşu yalnız maliyyə baxımından deyil, həm də geniş təsir dairəsinə görə spesifikdir. Qoyulan sərmayə yalnız bir müəssisənin gəlirliyini artırmaqla kifayətlənmir, həm də yeni iş yerlərinin yaradılmasına, regionların inkişafına, infrastrukturun yaxşılaşdırılmasına və texnoloji modernləşməyə təkan verir. Bu səbəbdən investisiya fəaliyyəti təkcə iqtisadi mənfəət üçün deyil, həm də sosial və strateji məqsədlərin reallaşması üçün mühüm əhəmiyyət kəsb edir. Daşınmaz əmlakdan əldə olunan cari renta gəliri iqtisadi cəhətdən ənənəvi və sabit gəlir formalarından biridir. Bu gəlir əmlakın sahibinin mülkiyyət hüququnu saxlayaraq onu üçüncü şəxslərin istifadəsinə verməsi nəticəsində formalaşır. Əsas xüsusiyyət ondan ibarətdir ki, renta gəliri bir dəfəlik deyil, dövrü xarakteri daşıyır və müəyyən razılaşma müddəti ərzində mütəmadi olaraq daxil olur. Cari renta gəlirinin sabitliyi onun bir çox investor üçün cəlbedicidir. Əgər daşınmaz əmlak bazarında kəskin dalğalanmalar baş vermirsə və ya icarə müqavilələri hüquqi cəhətdən düzgün qurulubsa, bu gəlir sahibinə uzun müddət ərzində proqnozlaşdırıla bilən pul axını təmin edir. Beləliklə, daşınmaz əmlak portfelə daxil edilən zaman maliyyə planlanmasında sabitlik yaradan əsas elementlərdən biri hesab olunur. Eyni zamanda bu gəlir növü bazar amillərinə qarşı tam müstəqil deyil. Yerləşmə yeri, ətraf infrastrukturun inkişaf səviyyəsi, iqtisadi aktivlik, əhalinin alıcılıq qabiliyyəti və hətta sosial amillər renta dərəcələrinə birbaşa təsir göstərir. Məsələn, mərkəzi ərazilərdə yerləşən obyektlərin icarə dəyəri kənar zonalara nisbətən daha yüksək olur və bu da renta gəlirinin həcmini artırır. Cari renta gəliri yalnız gəlir gətirməklə kifayətlənmir, həm də kapitalın qorunması və zamanla artımı üçün əsas baza yaradır. Əgər əmlakın bazar dəyəri illər keçdikcə yüksəlirsə, icarə haqqı da adətən eyni istiqamətdə dəyişir. Bununla yanaşı, bazarda iqtisadi tənəzzül, inflyasiya və ya təklif balansındakı dəyişikliklər gəlirin stabil axınına təsir göstərə bilir. Daşınmaz əmlakdan satış yolu ilə əldə edilən gəlir, həmin əmlakın bazar dəyərinə uyğun olaraq satılması nəticəsində sahibin əldə etdiyi bir dəfəlik maliyyə nəticəsidir. Bu gəlir forma etibarilə renta gəlirindən fərqlənir. Çünki burada əmlak sahiblikdən çıxarılır və onun üzərində mülkiyyət hüququ tam şəkildə yeni alıcıya keçir. Belə gəlirin miqdarı bir sıra amillərdən asılıdır. Əmlakın yerləşdiyi ərazi,
torpaq sahəsinin və ya tikintinin ölçüsü, texniki vəziyyəti, bazar tələbi, infrastruktur imkanları və ümumi iqtisadi mühit. Məsələn, inkişaf etmiş nəqliyyat şəbəkəsinə malik mərkəzi bir ərazidə yerləşən mənzil və ya kommersiya obyektinin satışı kənar bölgələrdəki oxşar obyektlərə nisbətən daha yüksək qiymətlə satışı həyata keçiriləcəkdir. Satışdan əldə edilən gəlir yalnız ilkin alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən ibarət olmur. Bu məbləğə həmçinin əmlaka edilən yeniləmələr, təmir işləri və onun funksionallığını artıran digər xərclər də təsir göstərir. Əgər sahib əmlakı uzun müddət saxlayıb və bu müddətdə bazar dəyəri yüksəlibsə, satışdan əldə olunan gəlir əhəmiyyətli dərəcədə yüksək ola bilər. Əksinə, bazar qiymətlərinin düşməsi və ya təklifin çoxalması bu gəliri azalda bilər. Satış gəliri bir çox hallarda investorlar üçün kapitalın likvid formasına çevrilməsi deməkdir. Yəni uzunmüddətli sərmayə obyektinə bağlı qalan vəsait satış nəticəsində azad maliyyə resursuna çevrilir və yeni layihələrə yönəldilə bilir. Daşınmaz əmlak bazarında iştirakçılar müxtəlif funksiyaları və maraqları olan subyektlərdən ibarətdir. Onların fəaliyyəti bazarın formalaşmasına, qiymətlərin dəyişməsinə, investisiya mühitinə və ümumi iqtisadi dinamikanın inkişafına təsir göstərir. Əmlak icarədarları. Bunlar daşınmaz əmlakdan istifadə hüququnu müəyyən müddətə əldə edən şəxslər və ya təşkilatlardır. Onların əsas marağı müvafiq obyektin funksionallığından səmərəli yararlanmaq, uzunmüddətli sabitlik və uyğun qiymət şərtləridir. Şəxsi kapital sahibləri. Bu qrup daşınmaz əmlakı əsasən sərmayə məqsədi ilə və ya şəxsi ehtiyaclar üçün sahib olan fiziki və ya hüquqi şəxsləri əhatə edir. Onlar gəlir əldə etmək, kapitalın dəyərini qorumaq və artırmaq, bəzən isə gələcəkdə satışdan yüksək qazanc götürmək məqsədi ilə bazarda aktiv iştirak edirlər. Dövlət və bələdiyyə təşkilatı. Onların rolu təkcə bazarda iştirakla məhdudlaşmır, həm də tənzimləyici funksiyanı əhatə edir. Bu qurum torpaq resurslarının idarə olunmasını, infrastruktur layihələrinin reallaşmasını, əmlak vergisinin tətbiqini və bazar münasibətlərinin hüquqi əsaslarını təmin edirlər. Həmçinin dövlət bəzi hallarda sosial məqsədli yaşayış layihələrini maliyyələşdirir və ya öz balansındakı əmlakı satışa və yaxud icarəyə çıxarır. İpoteka kreditorları bu subyektlər daşınmaz əmlakın alınması üçün maliyyə resursları təqdim edən banklar və ya digər kredit təşkilatlarıdır. Onlar bazarın likvidliyini artırır, alıcıların əmlak əldə etmək imkanlarını genişləndirir, eyni zamanda faiz gəliri hesabına öz maliyyə maraqlarını qoruyurlar. Əmlakın dəyər növlərini obyektiv qiymətləndirmək üçün əsas məsələ həmin dəyərin hansı iqtisadi məqsəd üçün istifadə olunacağını dəqiq müəyyənləşdirmək və qiymətləndirmə prosesində subyektiv yanaşmaları minimuma endirməkdir. Əmlakın dəyəri müxtəlif məqsədlərə görə fərqli ola bilər. Bazar dəyəri, investisiya dəyəri, likvidasiya dəyəri, kadastr dəyəri və s. kimi anlayışlar yalnız nəzəri kateqoriyalar deyil, onlar müxtəlif iqtisadi qərarların verilməsində əsas göstəricilərdir. Obyektiv qiymətləndirmə aparmaq üçün bazarda real alqı-satqı əməliyyatlarından toplanmış faktiki məlumatlar, oxşar obyektlərin satış qiymətləri, ərazinin inkişaf potensialı, tikilinin texniki vəziyyəti, hüquqi statusu və iqtisadi trendlər nəzərə alınmalıdır. Əgər məqsəd bazar dəyərinin müəyyənləşdirilməsidirsə, qiymətləndirici aktual bazar konjunkturasını, tələb-təklif nisbətini, eyni kateqoriyadan olan digər obyektlərin son satış qiymətlərini müqayisə etməlidir. İnvestisiya dəyərinin hesablanması zamanı isə gələcəkdə
gəlir gətirə biləcəyi bu axının risklər, diskontlaşdırma dərəcəsi və bazarın sabitlik səviyyəsi nəzərə alınır. Əsaslı tikinti uzun müddətli istifadə üçün nəzərdə tutulan və dayanıqlı konstruksiya ilə inşa edilən obyektlərin yaradılmasını əhatə edir. İctimai binalar əsaslı tikintinin mühüm istiqamətlərindən biridir. Bu kateqoriyaya məktəblər, universitetlər, xəstəxanalar, mədəniyyət evləri, ictimai komplekslər, inzibati idarələr kimi obyektlər daxildir. Yaşayış binaları əsaslı tikintinin əsas hissəsini təşkil edir. Onlar fərdi evlərdən çoxmərtəbəli komplekslərə qədər müxtəlif formaya malik ola bilər. Sənaye məqsədləri üçün tikilən binalar isə istehsalın təşkili, məhsuldarlığın artırılması və iqtisadi fəaliyyətin genişləndirilməsi baxımından vacib hesab olunur. Bugünkü mövzumuz bu qədər.